Bugün Afrikanın xəritəsinə baxsanız, yan-yana iki ölkə görəcəksiniz. Sudan və Cənubi Sudan. Amma çox da uzaq olmayan keçmişdə bu sadəcə bir ölkə idi və Afrikanın ən böyüyü idi. 1956-cı ildə Böyük Britaniyadan müstəqillik qazandıqdan sonra bu ölkə artıq bölünmüşdü. Sərhədlərlə yox, kimliklə. Şimal əsasən müsəlman və ərəblərdən ibarət idi. Cənub isə xristiyan və afrikalılardan. Britaniyalılar hakimiyyətdə olarkən bütün sərmayələr demək olar ki, yalnız şimala yönəldilmişdi. Məktəblər, yollar, şəhərlər, cənub bölgəsi isə geridə qalmışdı. Buna görə də müstəqillik gələndə birlik gəlmədi. Əvəzində ölkə 10 illiklərlə davam edən vəhşi vətəndaş müharibəsinə sürükləndi. 2005-ci ilə gəldikdə isə bir sülh sazişi nəhayət dəyişiklik üçün qapı açdı və 2011-ci ildə səsvermə keçirildi. Cənubi Sudanın təxminən 98% ayrılmaq üçün səs verdi. 2011-ci il iyulun 9-da Afrikanın xəritəsi əbədi olaraq dəyişdi. Cənubi Sudan dünyanın ən yeni dövləti oldu. Müharibədən və ümiddən doğuldu. Amma bu ümid çox çəkmədi. Hər iki ölkə tezliklə öz daxilində müharibələrə yuvarlandı. Milyonlarla insan məcburi köçkünə çevrildi. İqtisadiyyatlar isə dağıldı. Bugün Sudan və Cənubi Sudan hələ də bölünmüş vəziyyətdədir. Təkcə sərhədlə deyil, tarixin dərin yaraları.